Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Ağdam 52 övladı İskəndərov Abbasın mövludun, yar anadan olduğu gündür. İskəndərov Abbas 1958-ci ildə 25 iyulda Ağdam rayonunda anadan olmuşdur. O orta məktəb adamlarını bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Elinə, torpağına bağlı olan qəhrəmanımız hərbi xidmətdən qayıtdıkdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1991-ci il Ağdamda özünü müdafiə könüllü batalyonu yaratdığı zaman İskəndərov Abbas da ilk olarak batalyona yazılmışdır. Kısa bir müddətdə dostları arasında böyük bir nüfuza malik olan qəhrəmanımız düşmən tərəfindən diqqət nöqtəsini çəkmişdir və başının küllü miqdarda burada sahib olmuşdur. Birçok uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız olaraq ki, hər kəsin ümid yerinə çevrilmişdir. Lakin 4 Mart 1992-ci ildə gözünün gələn döyüşlər nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımız ailəsinə başsağlığı verib, inşallah haqq dünyasında qəhrəmanımızla görüşməyə Allah bizə nəsib edir.